İnanırsan, tezdən durdum saat 9-da mərmər suyu ilə yudum. İnanırsan ki, bəlkə də sifdə bu qədər çıxmamışdı da, sifdə bir də çox da eləmədim də, bilmirdim. Ay Allah, elə bir ki, türmədən stan çıxmışam, neçə ildir sifətimə nə sabun, nəysə də yumamışam da sifətimi. Ay Allah, qapqara nələr getmədi sifətimdən. Nələr dərim oldu, par yandı, yumuşaq, pambıq kimi də elə bir təzə doğulmuş uşağın sifəti kimi. Ay Allah, o mərmər suyunu mən ta dəhşətdir də, o nətər olur ki, içinə nə qatırlar ki, bu sifəti bu cür gözəl, bu cür nə bilim, körpə sifəti kimi eləyir, dəhşəti. Sifət nələr tökülmədi. Ay Allah, qulağımın dibinə zadıma əl apardım. Sifdə beləncini yumamışdım. İndi dəhşət sabunu köpüklətdim, üzümə vurdum, çıxardı. Nələr elə bir 2 qat qabıq töküldü də beləncini. Dəhşətli bir şeydi. Mən o bilirəm ki, ta mərmərə inanmayana nəhlət. Mərmər suyu dəhşətli bir şeydi də. Onun da üstündən SPM vursan, par yanır. Elə gözəl sifət alınır ki, nələrsə görürəm ki, nəsə dəyişiklik olur da. Elə demək istəmirəm. Bu hələ nədir? 2 həftə zat keçsin. Elə bu həftə bir həftəsi tamam olacaq da. 5-ci gündən istifadə eləmişəm. 2-3 həftəyə inanıram ki, dəhşətli bir şey olacaq sifətimdə.